Salam, hər vaxtınız xeyir olsun, dəyərli dövlət qulluğuna hazırlaşan namizədlər. Biz bugün elektron imza və elektron sənəd haqqında qanunun qısa özətini verəcəyik. Yəni əsas diqqət yetirəcəyiniz hissələr, daha çox nələr düşür imtahana, daha çox nələrə diqqət yetirmək lazımdır, oxşar olan məqamlar, fərqini necə bilməliyik, testdə nəyi necə tapmalıyıq, bunları sizdən müzakirə edəcəyəm. Mən Səadət Hüseynova, qanunverici üzrə təlimçiyəm. Demək ki, elektron imza, elektron sənəd haqqında qanunda biz əsas nələrə diqqət yetirməliyik? İlk öncə, dəfələrlə imtahana düşən əsas mövzular elektron imza və elektron sənəddən hansılardır? Dəfələrlə düşür. Baxın, elektron imzanın e, dövlət hakimiyyəti orqanlarında, yerli özünə aid orqanlarında işlədilməsindən. Daha çox bu hissələrdən düşür ki, necə işlədilir? Baxın, yəni dövlət idarəçiliyi sahəsində necə həyata keçirilir? Ə, Biz əgər sizə sual düşsə ki, tutaq ki, dövlət orqanlarına, yerli özünə aid orqanlarına hər hansı fiziki və ya hüquqi şəxslər tərəfindən elektron sənəd göndərilirsə, bu hansı imza ilə təsdiq edilməlidir? Onda biz götürürük sadəcə gücləndirilmiş imzadan istifadə olunur. Gücləndirilmiş imza ilə təsdiqlənir. Sadəcə gücləndirilmiş imzanı götürürük. Amma əgər düşsə ki, tutaq dövlət hakimiyyəti orqanları, yerli özünə aid orqanlar, yəni bələdiyyələr hansısa fiziki şəxsə, yaxud da hüquqi şəxsə elektron sənəd göndərirsə, yaxud da öz aralarında elektron sənəd dövriyyəsi həyata keçirirlərsə, onda hansı imzadan istifadə olunur? Onda biz götürürük e, hər ikisini, həm gücləndirilmiş, həm də sertifikatlaşdırılmış imza vasitələrindən istifadə olunur. Gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə olunur. Yadda saxlayın. Bir də təkrar deyirəm, tutaq ki, dövlət hakimiyyəti orqanlarına, yerli idarəetmə orqanlarına hansısa fiziki və hüquqi şəxs, bunu sadəcə tək də yaza bilər. Fiziki şəxs tərəfindən göndərilən elektron sənəd hansı imza ilə təsdiq olunur? Yaxud da deyə bilər ki, hüquqi şəxs tərəfindən tutaq hansısa yerli özünə aid orqanına, yaxud da dövlət orqanlarına elektron sənəd göndərilirsə, hansı imza ilə təsdiq edilməlidir? Bunu da götürürük sadəcə gücləndirilmiş imzadan istifadə olunur. Əgər desək ki, tutaq ki, hansısa dövlət orqanının adını çəkər, situasiya tipi sual da düşə bilər bu arada bununla bağlı. Əgər desə ki, hansısa dövlət orqanları tutaq vətəndaşın adını çəkir ki, bu fiziki şəxsə elektron sənəd göndərirsə və onu hansı imza ilə təsdiq etməlidir, onda götürürük onu gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə olunur. Yadda saxlayın. Aha, bu ikisini dedik. Bir də qalır ki, dövlət sirri təşkil edən məlumatların sənəd dövriyyəsində hansı imzadan istifadə edilir? Dövlət sirri təşkil edən məlumatların istifadəsində baxın, bir şeyə yadda saxlayın ki, orada sadəcə dövlət sirri deyir, ha, demir, tutaq ki, peşə, kommersiya, yaxud da şəxsi ailə həyatinə dair demir. Sadəcə dövlət sirrinə aid olan məlumatların o istifadəsində, o sənəd dövriyyəsində hansı imzadan istifadə olunur deyirsə, onda onu götürürük. Yalnız sözünü unutmuruq. Mən dəfələrlə tələbələrimə də həmişə qeyd edirəm ki, yalnız sözü bütün hallarda istifadə olunmur. Yəni təsadüfi hallarda özünüz üçün oxuyanda o yalnız sözünü həmişə böyük bir dairəyə alın ki, yəni yadınızda göz yaddaşı kimi yadınızda qalsın ki, harda yalnız sözü istifadə olunur. Konstitusiyada bir neçə yerdə var, bəzi qanunlarda da var. Yəni əksərən yalnız sözü səhv cavab olur. Yalnız sözü təsadüfi hallarda düzgündür, onları qeyd etmək lazımdır. Biz deyirik ki, dövlət sirri təşkil edən məlumatlarda elektron sənəd dövriyyəsində, elektron sənəd mübadiləsində istifadə olunur sertifikatlaşdırılmış elektron imza və elektron sənəd dövriyyəsi vasitələrindən. Bu belə, bu hansı dedik ki, dövlət idarəçiliyində hansı imzadan istifadə olunur, bunu dedik. Bir də sual düşür. Hallarda sənəd, hansı hallarda elektron imza kağız üzərindəki əl imzasına bərabər tutulur. Bu bir. Bir də soruşur ki, hansı hallarda elektron imza kağız üzərində möhürlə təsdiq olunmuş əl imzasına bərabər tutulur. Möhürlə təsdiq olunmuş əl imzasına bərabər tutulur. İndi gəlin bunu aydınlaşdıraq, görək hansını da necə götürəcək. İlk növbədə, əgər möhürlə təsdiq olunmuş əl imzası deyilsə, möhürlə təsdiq olunmuş, biz orada nə axtarmalıyıq?
e, həmin o imza sahibinin səlahiyyətinə dair, bax şəxsiyyəti yox ha, səlahiyyətinə dair məlumatlar əgər göstərilirsə, onda ücə biz nə götürürük? Möhürlə kağız üzərində möhürlə təsdiq olunmuş əl imzasına bərabər götürürük. Bəs görək hansı halda sadəcə əl imzasına bərabərdir? Baxın, yadda saxlayın. Deyirik ki, əgər e, özü bütün hallarda yox. Bir nüansı da yadınıza qeyd edim. Baxın, elektron imza, elektron sənəddə əksər hallarda hamısı qanunvericilikdir. Sadəcə bir halda e, bu qanun sözü keçir. Bu qanun və digər normativ hüquq aktlarla tənzimlənir sözü var. Yerdə qalan hamısında bax qanunvericiliyə uyğun, qanunvericiliyə nəzərdə tutulmuş hallarda, qanunvericiliyə nəzərdə tutulmuş hallar istisna olmaqla və s. Yəni sadəcə qanunvericilikdir. Bir də elektron imzada elektron sənəd elektron imzanın həqiqiliyin yoxlanılmasıdır. Yaxud da o dövlət sirri təşkil edən, yaxud da digər məxfi məlumatların o dövriyyəsidir və s. Bunlar da Nazirlər Kabinetidir. Orqan olaraq müvafiq icra hakimiyyəti orqanının yaratdığı orqan deyirsə, bu Nazirlər Kabineti götürürük. Yəni sadəcə Nazirlər Kabinetidir elektron imzada. Akt olaraq da qanunvericiliyi götürürük. Bir halda istisnadır ki, deyirik məlumat bildirişi və elektron sənədin istifadəsi. Məlumat bildirişi və elektron sənədin istifadəsi bu qanunla, yəni elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunla və digər normativ hüquqi aktlarla tənzimlənmiş. Yerdə qalan hamısında nə götürürük? Qanunvericiliklə. Yəni oxuyanda da özünüz üçün qeyd edin, özünüz üçün baxın. Yəni oxuyanda siz necə oxuyun? Bir qanuna nəzər yetirin. Tutaq ilk dəfə də oxuyursunuz. Orada özünüz baxın ki, hə, burada əksər hallarda qanunvericilik deyir. Tutaq ki, bir yerdə sadəcə qanun dedi, yaxud da digər normativ aktlar dedi. Yəni mahiyyətini dərk edərək öyrənəndə o da həmişəlik sizin olur. Heç vaxt çalış qanunu əzbərləməyin. Qanun əzbər üçün deyil, öyrənmək üçündür, mahiyyətini bilmək üçündür. Ən azından maraqla oxuyun ki, hə, bax bizim belə qanunumuz var. Görək orada qaydalar necədir? Necə həyata keçirilir, necə tətbiq olunur, kim tərəfindən tətbiq olunur, hansı aktlara uyğun tətbiq olunur və s. Aha, indi bax dedik ki, qanunvericilikdə dedik başqa qayda nəzərdə tutulmamışdırsa, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, daha doğrusu qanunvericilikdə nəzərdə tutulmuş hallarda hallar istisna olmaqla bu istisnadır. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı, bax təkmil deyir ha. Təkmil sözünü görürüksə, təkmil sertifikatlı gücləndirilmiş imza deyirsə, bu əl imzasına bərabər, kağız üzərindəki əl imzasına bərabər tutulur. Yenə də deyirəm, dedik ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yəni bütün hallarda yox, istisnası var. Hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza kağız üzərindəki əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir, əl imzası ilə. Amma əgər bu dediklərimizlə yanaşı, plus da desək ki, həmin o imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərilirsə, onda da deyirik, kağız üzərində möhürlə təsdiq olunmuş əl imzasına bərabər tutulur. Dedik ki, bax yadda saxlayın, elektron formada yaxud da sertifikatsız olduğuna görə, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz. Elektron imzanın elektron formada sürəti ola bilməz. Yoxdur. Yəni yoxdur da. Elektron sənədin elektron formada sürəti yoxdur. Amma elektron sənədin sürəti var. Hansı formada var? Deyirik ki, bu elektron sənədin hansı hallarda sürəti yarana bilər? O halda yarana bilər ki, o xarici təqdimat formasında olsun, yəni kağız, displey, yaxud da əyani qavranılan vizual şəkildə olsun və həmçinin də qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilsin. Əgər qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmişdirsə və xarici təqdimat formasındadırsa, onda bəli, kağız üzərindəki sənəd elektron sənədin sürəti sayılır. Amma əgər təsdiq edilməmişdirsə və eyni məzmundadırsa, eyni sənəddirsə, fərqi yoxdur. Eyni məzmunda həm elektron formada, həm kağız üzərində tərtib edilibsə, bu zaman deyirik ki, onların hər biri müstəqil sənəddir. Hər biri müstəqil eyni hüquqi qüvvəyə malikdir. Yəni bir-birinin sürəti sayılmır. Sonra elektron imzada əsas götürəcəyim bir də mühafizəsi var, bir də istifadəsi var. Elektron sənədin istifadə qaydası var. Elektron imzanın daha doğrusu istifadə qaydası var.
Sonra dedik ki, mühafizəsi var, bir də sənədləşdirilməsi var. Baxın, elektron imzanın dediyi istifadəsi necə həyata keçirilir? Elektron imzadan istifadə. E, İstifadə dedik ki, necə yaranır? İlk növbədə elektron imzanın elektron imza sahibi bir neçə elektron imza yaratma məlumatlarına malik ola bilər. Və testdə düşür ki, yalnız bir elektron imza yaratma məlumatlarına malik ola bilər? Yox. Bir neçə elektron dedik ki, imza yaratma məlumatlarına malik ola bilər. Həmin o məlumatlarda sertifikatlarında nə edir? İstifadə edə bilər. Sertifikatlarında istifadə edə bilər. Dedik ki, elektron imzanın həqiqiliyi hansı məqsədlə yoxlanıla bilər? Sual düşə bilər. Elektron sənədin həqiqiliyi hansı məqsədlə yoxlanılır? Dedik ki, imza sahibinin şəxsiyyətini identikləşdirmək, bir də e, imza dedik ki, elektron imzanın həqiqiliyini təsdiq etmək və imza sahibinin şəxsiyyətini identikləşdirmək məqsədi ilə elektron imzanın yoxlanması həyata keçirilir. Yoxlamada nələrdən istifadə olunur soruşsa, deyirik ki, yoxlama imza vasitələrindən istifadə edilməklə. Bu qaydanı da kim müəyyən edir? Nazirlər Kabineti, yəni müvafiq icra hakimiyyəti orqanı Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Sonra bir də bax dedik ki, elektron imzanın mühafizəsi var. Görək mühafizə necə həyata keçirilir? Elektron sənədin mühafizəsi. Mühafizə baxın, əgər ümumi götürüləndə ilk növbədə hələ demirdik, yox, korporativ informasiyada yaxud da elektron sənəd dövriyyəsində istifadə olunan informasiyanın mühafizəsidir, bunu demirik. İlk növbədə, yəni birinci götürəndə, yəni ümumi götürəndə deyirik ki, elektron sənəd dövriyyəsi zamanı sənədlərin mühafizəsi necə həyata keçirilir deyiriksə, burada deyirik ki, texniki və proqram vasitələrinin köməyi ilə həyata keçirilir. Ümumi götürürük ya bunu. Bunu korporativ demirik hələ, yaxud da elektron sənəd dövriyyəsində istifadə olunan informasiyanın mühafizəsini demirik. Ümumi götürəndə texniki və proqram vasitələrinin köməyi ilə mühafizə edilir. Amma desək ki, elektron sənəd dövriyyəsində istifadə olunan informasiyanın mühafizəsi, onda götürürük bu sistem və şəbəkə mülkiyyətçilər tərəfindən həyata keçirilir. Bu sistem və şəbəkə mülkiyyətçilər tərəfindən həyata keçirilir. Korporativ informasiya sistemində o elektron sənəd dövriyyəsinin mühafizəsi deyirsə, onda götürürük bu sistem mülkiyyətçiləri və şəbəkə iştirakçılarının razılığına uyğun həyata keçirilir. Burada fərqlidir. Baxın, bir də var. Dedik ki, elektron sənəd dövriyyəsinin tətbiqi var. Görə elektron təşkili var. Elektron sənəd dövriyyəsi necə təşkil olunur? Əgər bizə düşərsə, keçən ilin iyun imtahanı ən çətin imtahan olmuşdu. Hətta bunu müəllimlər belə etiraz eləmişdi. Amma orada olduğu kimi düşmüşdü. Orada yazırdı, aşağıdakilərdən hansı doğrudur? Yazmışdı orada doğru cavab. Korporativ informasiya sistemində elektron sənədin istifadəsi və dövriyyəsi daxili normativ sənədlərlə tənzimlənir. Bəli. Bu korporativdə o elektron sənədin istifadəsi və dövriyyəsi deyirsə, daxili normativ sənədlərlə tənzimlənir. Amma elektron sənəd dövriyyəsinin sənədləşdirməsi deyəndə burada götürürük kərgüzarlıq standartları və qaydalarına uyğun tənzimlənir. Kərgüzarlıq standartları və qaydalarına uyğun tənzimlənir. Yadda saxlayın. Elektron sənəd dövriyyəsi necə həyata keçirilir? Baxın, elektron sənəd dövriyyəsi deyirik qanunvericiliyə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə mütləq nə göstərilməlidir? Yenə müqavilədə dedik ki, qanunvericiliyə uyğun bağlanır. Orada göstərilir texniki və təşkilati tələblər. Bu tələblərə nələr aiddir? Bax, sənədlərin mübadilə formasıdır. Sonra sənədlərin təsdiq olunması üçün məqbul hesab edilən müddətdir, onların yoxlama proseduridir, formasıdır. Bunlar mütləq nədir? O texniki təşkilati tələblərdə mütləq göstərilməlidir, yəni müqavilədə. Sonra bax, elektron sənədə dair tələblər var. Elektron sənəd hansı tələblərə cavab verməlidir ki? Yəni, verməlidir, hansı tələblərə cavab verməlidir ki, bu elektron sənəd öz dürüstlüyünü təsdiqləsin də. Dedik, necə olmalıdır elektron sənəd? Elektron sənəd dedik ki, texniki proqram vasitələrinin köməyi ilə yaradılmalıdır, saxlanmalıdır, emal edilməlidir, ötürülməlidir, qəbul edilməlidir, ümumi və xüsusi hissədən ibarət olmalıdır, ümumi və xüsusi hissədən ibarət quruluşa malik olmalıdır, texniki proqram vasitələrinin köməyi ilə əyani qavranılan vizual şəkildə təqdim edilməlidir,
dedik ki, identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır. Həmin o rekvizitlərin yenə deyirik, siyahısı da Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir, tərtib olunur. Və görürsüz, yenə qanunvericilikdir. Dediyim kimi, bir halda bu qanunun adı, bir də digər normativ hüquqi aktların adı çəkilir. Yadda saxlayın. Sonra baxın, elektron sənədin alınması və göndərilməsi var. Bunu çox tələbə qarışdırır, səhv yazır, səhv başa düşür, nə bilim, daha düzgün qaydada yadda saxlaya bilmir. Elektron sənədin göndərilməsi, alınması. İlk növbədə baxın, mən həmişə tələbələrimə deyirəm ki, ən azından WhatsApp mesajları kimi belə nəzərə yetirin ki, tutaq ki, sən hansısa bir sənədi hazırladın, göndərirsən. Bunu şəxsən də göndərə bilərsən, yaxud da sənin çıxış adından çıxış edən başqa bir səlahiyyətli şəxs tərəfindən də göndərilə bilər həmin o elektron sənəd. Özünü proqramlaşdırdığı qaydada dedik, fəaliyyət göstərən informasiya sisteminə avtomatik ötürürsə, yəni göndərirsə, göndəri vurursa, bu elektron sənədi göndərən tərəfindən göndərilmiş sayılır. Sən göndərdin. Hələ bilinmir, o elektron sənəd indi orada yoxlanılacaq, düzdürmü? Yəni təsdiqlənirmi, yaxud da başqa bir sənədin təkrarıdırmı və s. hələ bu bilinmir. Bu elektron sənədi göndərdi. Dedik ki, elektron sənədi göndərilir və ondan sonra indi görək, elektron sənəd nə zaman göndərən tərəfindən göndərilməmiş sayılacaq. Bu üç dənə hal idi. Dedik ki, o halda ki, elektron sənədin göndərilməməsi barədə bildiriş alırsa, elektron göndərən bildiriş alırsa ki, göndərilməyib də, alan nə edəcək? Bildiriş göndərir ki, elektron sənəd alınmayıb. Bir bu, dedik ki, elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa, elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə və elektron sənədin dedik ki, həqiqiliyinin yoxlanması zamanı məlum olmuşdur ki, bu sənəd hansısa bir sənədin avtomatik təkrarıdır. Bu üç halda da elektron sənəd göndərən tərəfindən göndərilməmiş sayılır. Nə zaman elektron sənəd alınmış sayılır? Alandan göndərənə təsdiqləmə bildirişi çatana dək. Yəni çatdı, onda bilinir ki, hə, tutaq ki, sən kiməsə sənəd göndərdin və ondan sənə təsdiq mesajı gəldi ki, bəli, mən bu sənədi aldım. O zaman elektron sənəd alınmış hesab olunur. Bir də vaxtları var. Məsəl üçün, nə zaman göndərilmə vaxtıdır, nə zaman alınma vaxtıdır. Tutaq ki, yenə deyirəm, siz mesajı yazdınız, göndərdiniz. Həmin o göndərdiyiniz tarix, elektron sənəd, yəni LOLUR dildə deyirəm ki, ən azından yadınızda qalsın, o şəkildə yadda saxlayın. Elektron sənədi göndərdiniz, yəni sizin istifadənizdə olmayan informasiya sisteminə daxil oldusa, bu sənəd göndərən tərəfindən, yəni bu sənəd göndərilmə tarixidir. Tutaq ki, hansı tarixdə yazıldı ora tarix, o tarix elektron sənədin göndərilmə tarixidir. Bəlkə heç bu o alana gec çatacaq, alanın interneti yoxdur. Məsəl üçün 5 saatdan sonra çatacaq, 2 saatdan sonra çatacaq. İndi məsəl üçün interneti yoxdurmu, yaxud internet şəbəkəsinin